Salam hörmətli izləyicilər, xoş gördük sizləri Lal Ördəklər TV kanalında. Əziz izləyicilər, bugün bir mövzuya toxunmaq istərdim. Quşlar TV-də bu haqda yazmışdılar. Yəni Lal Ördəklərin ikisi bir yerdə yatır. Ne edirik? Ayırmaq olmur, onlar nə olacaqdır? Nə edək ki, bunlar ayrılsın? Yəni şey olmasın da, yəni biri yatsın. Əziz izləyicilər, bu haqda danışıb məlumat vermək istərdim ki, bəli, lal ördəklər, məsələn, siz onlara 2-dən 3-dən ördəyiniz var, 3 dənə yer hazırlayırsınız, eləsi ola bilər, ikisi bir yerdə yumurtlayıb yata bilərlər. Və ikisi də bir yerdə yumurtlayıb yatdılarsa, əziz izləyicilər, təbii ki, düzdür, çıxa da bilər, ancaq bir də görürsünüz ki, yarısı biraz altına salır, yarısı biraz yumurtaların yarısı çöldə qalır. Ona görə şey olmur da, necə deyim, bəzi yumurtalar çıxmaya bilərlər. Siz nə etməlisiniz? Əgər lal ördəkləriniz ikisi bir yerdə yatıbdırsa, əziz izləyicilər, birini götürün, baxın altına neçədən 21 dənə kimi qoymaq olur. O birisiləri götürün, 21 dənə da yumurta varsa, ya 15, 17 zat. Birinin altında dursun, o birisi ördəyə başqa yerə salın. 3 günlük, 5 günlük, 1 həftəlik. Ondan sonra o kürtü qaçacaqdır və belə deyim, sabahsı günü erkən yanına da buraxanda bir 15-20 gündən sonra başlayacaq yenidən yumurtayıb başqa yerdə yatmağa. Yəni bax belə edisiz, nəticədə də yəni şey olur da, elə bil ki, misal üçün biri var ki, ikisi bir yerdə yatalar, lap 11 yumurta fırlasa 21 dənə bala çıxır. Biri də var ki, birini ayrısız, o 21 dənə, 22 dənə yumurtanı biri çıxardacaqdır və bu birisi də yenidən 15-20 gündən sonra başlayacaqdır, belə deyim, şey eləməyə, yəni qoy biraz o üzə gedək. Ördəklər hamısı o üzə getdilər. Hə. Hə. Və başlayacaqlar, deməli əziz izləyicilər, o ikinci yatanın, kürtü qaçandan sonra başlayacaqdır yenidən yumurtayıb yatmağa. Yəni 15-20 gündən sonra başlayacaq yenə də 10 dənə, 15 dənə yumurta verib kürt yatmağa. İndi siz təsəvvür edin, bir yerdə yatsaydılar, ikisi bir yerdə 20 dənə zat bala çıxardacaqdı. Amma biri elə o balanı çıxardacaqdır. Orada qazmaya gördü bu. Hə. Biri o balanı belə deyək, çıxardacaqdır. Dalaşırlar, baxın. Hə, biri o balanı çıxardacaqdır, o birisi də təzdən yumurtayıb yatacaqdır və bir 15-10 dənə də o çıxardacaq, hazır 30 dənə siz bala götürəcəksiniz. Bax, görürsünüz nəticəsini, yəni belə eləmək daha yaxşıdır. Yəni o daha yaxşı nəticə verir ki, ikisinin bir yerdə yatmağı. Ona görə dediyim kimi, ikisi bir yerdə yatırlarsa, bu həm bala çıxartmağa nə qədər də olmasa bir-birinə təsir edəcəkdir. Yarısı yumurtanın o üzə qalacaq, yarısı bizə ortada boşları qalacaqdır. Şey olacaqdır, yəni ola bilər ki, bəzilər soyuq olsun, çıxmasın, ya içində ölsün, eləsin. İndi nəyə görə belə deyirəm? Çünki bir də görürsən biri ya, bax belə deyəndə də hərəsi bir şey yazırlar ki, ay bizdə ikisi bir yerdə yatmışdı, qəşəkdə çıxdı. Ola bilər elə şeylər. Ancaq ki, şey də olur da, yəni necə deyim? Bir də görsən bəzi şey olur da, ördəklər, təzə ördək olur, bala ördək olur. Ona görə optu olmur, təcrübəsi olmur deyə şey eləyir də, nədir? Yaxşı istidə bir yarısı onun altına, yarısı bunun altına, ortada da bu obisilər qalır. Bala ucu içində soyuqdan ölür və ucu nə qədər də olmasa ziyan olur. Ona görə bəxt dediyim kimi qaldırırsınız birini, o birisi onsuz da qoy yatsın. Onu da salsız ayrı yerə bir o 5 gün zat belə qalır, 4-5 gün. Kürtü qaçır, kürtü qaçandan sonra da şey eləyirsiniz, buraxsınız erkən yanına, yenidən 15-20 gündən sonra başlayacaq yumurtamağa və yumurtayıb, belə deyim,
bala yəni kürt düşəcəkdir yenidən və bala verəcəkdir. Yəni bayaq dediyim kimi biri var bir yerdə saxlayasınız. 20 bala verə ikisi bir də var ki ayrasız belə deyim şey olsun da, yəni bir 10-15 dənə də daha artıq bala götürəsiz. Yəni belə. Bir də əziz izləyicilər, bir abunəçim Quşlar TV-də yazmışdı ki, lal ördəklərə balalarını iynə vurmaq olarmı, haş vaksinizat və digəri, ümumiyyətlə də iynə vurmaq olarmı? Xeyr, mən heç vaxt ördəklərə belə deyim, şey vurmamışam iynə, ancaq nə ördəyə, nə qaza, nə səsli ördək hamısından da saxlamışam. Hinduşkiyə vurmuşam, toyuqlarıma, cücələrimə, bir də belə deyək, həşdərxanlara, yəni o çısarka deyirlər də onlara. Ancaq onlara vurmuşam. Yəni lal ördəyə, ondan sonra digər qaza, səsli ördəyə heç asına belə deyim şey vurmamışam da, yəni iynə vurulmuyubdu. Belə. Ayrı, burada da indi inşallah gözəl videolar gələcəkdir. Ördəklərimiz də yatır. İnşallah qəşəng balalar çıxacaqdır mayın axırında, iyunda. Kim də istəyir Quşlar TV-də yaza bilər. Yəni Gəncə basar, Gəncədə olanlar belə deyək. Gəncədə olanlar, Gəncəyə yaxın ətrafı rayonlar, yəni Şəmkir, Daşkəsən, ondan sonra şey Göyxanlar da, nə bilim Goranboy, Samux, bax belə yaxın yerlər təbii ki yazıb, gəlib Gəncədə də bir yerdə görüşüb götürə bilərlər. Dediyim kimi tüt rəhlər 5 manat olacaq, yəni qırmızı Krasnodar sortu olan tüt bozlar, ağ olan, qarı olan da rəhlər şey olacaqdır 4 manat. Onsuz da bazarda da adilər 4 manata verirlər ağ-qara. Ancaq bax bunlardan içində belələr də olacaq, tüt rəh belələr də, yəni böyüyəndə başı şey olanlar da, ağ olanlar. Onlar 5 manata, adilər qara. Qara deyəndə qara da elə belə olmayacaq. Qara görsüz də erkək belədir. Elə qara olacaq. O bazardakı başı ağ qaralardan olmayacaqdır. Həmçinin ağ da olacaqdır. Ağ da elə şey olmayacaqdır. Böyüyəndə bax belə boz olacaq. Onlar da 5 manata. Tüt rəhlilər isə daha doğrusu onlar 4 manata, o birisilər isə 5 manata. Yəni bazar qiymətinə. Bu tüt rəhlilərin originalı 10 manatdır. Çünki baha olur. Sütünü bir erkek 2 dişini, 3 dişini 200'ə, 300'ə verirlər. Ona görə yəni bunları o ucuz ona görə verilir ki, yəni bunlar qarışıqdır da, gözü başı belə ağ olanlar var içində. Təbii ki içində tütlər də var, ancaq indi belə olur da. Belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza like qoyun. Sağ olun, salamat qalın.